Qayıdış növü nə qədər asan görünsə də, içində qarşılıq yaradan bəzi sözlər vardır ki, onlara toxunmaq istəyirəm. Biz ümumiyyətlə qrammatik məna növlərini təyin etmək üçün ilk olaraq sözü tərkibinə görə təhlil eləyib, burada yəni şəkilçinin varlığına, mütləq varlığına diqqət etməliyik. Sulanmaq sözünü heç vaxt biz qayıdış növdə olmayacağını dəqiq bilməliyik. Məsələn, ağac sulanda deyiriksə, biz bunu tərkibinə görə təhlildə la və n olaraq parçalaya bilirik. Bu olur məhsul növdə. Amma gözüm sulandı da diqqət edək ki, bu feil məlum növdədir. Çünki biz burada gözümüzün sulanması üçün biz onu su ilə kənardan sulamırıq. Burada şəkilçini parçalaya bilmədiyimizə görə lan bütövlükdə götürülür və ona görə də məlum növdə. Digər nüans isə feilin qrammatik məna növləri digər nitq hissələrinə yox, sırf feilin özünü artırılmalıdır. Məsələn, qaraldı, duruldu kimi sözlərdə sözün kökü sifət olur. Bu mövqedə artıq burada artırılan l şəkilçi, leksik şəkilçisi olsa da biz sifətdən sadəcə feil yaratdıq. Bu zamanda biz onları məzmunca qayıdışa oxşaya bilər, amma məlum növdə dəyərləndiririk.